Hörmətli izləyicilərimiz, biz bu günləri yenə Azərbaycanımızın gözəl rayonlarından biri olan Ağdaş rayonu Çotanaq kəndində gözəl bir müəllimin evində qonarıq. Müəllimimiz xoş gördük. Xoş gəlmisiniz, həmişə xoş günlərə gələsiniz. Çox sağ olun. Müəllim, adınız, soyadınız? Adım Şahmuradova Zemfira Şaban qızı. Nə vaxt və hardan olmusunuz? 1957-ci ildə Ağdaş rayon Zardam kəndində anadan olmuşam. Ömrünüzün neçə ilini təhsilə vermişsiniz müəllim? 46 ilini. Maşallah. Demək olar ki, 46 il biricinin ömrüdür və siz həm də ki, ibtidai sinif müəllimi üçün fəaliyyət göstərmişsiniz. Əlbəttə ki, bütün müəllimlərimiz əziyyət çəkirlər, eynilə də siz də. Əziyyət çəkmişsiniz, ilk dəfə uşaqlara elm verəndə, ilk dəfə qələm tutmağı, ata sözünü öyrətməyi və əlifbanı sizin kimi gözəl müəllimlər öyrədilər. Bu illərdə hansı uğurlu nailiyyətləriniz olub? Müəllim üçün ən gözəl uğur onun şagirdləridir. Əlbəttə ki, yetişdirdiyiniz şagirdlər hansısa bir universitetlərə qəbul olublar. Olan da var, olmayan da var. Əksəriyyəti olub. Əksəriyyəti. Çox gözəl. Müəllim, sizin həyat yoldaşınız kimdir? Həyat yoldaşım Şahmuradov Fikrət Sıracoğlu. O nə işlə məşğuldur? Təsərrüfatla məşğul. Allah ömür versin hər ikinizə də. Neçə övladınız var? 4 övladım var. 2 oğlan, 2 qız. Adlarını deyin. Şahmuradov Səbuhi, Şahmuradov Nurlan, Şahmuradova Şəbnəm, Şahmuradova Turani. Övladlarınız ali təhsillidir? Xeyr, texnikum. Olsun. Allah onlara da ömür versin, can sağlığı versin. Neçə nəvəniz var müəllim? 8 nəvəm var. Maşallah. Hal-hazırda neçə yaşınız var müəllim? 68. Maşallah olsun. Belə gözəl qalmağınızın sirri nədir müəllim? Məmnun valla, həyata bağlı olun. Çox gözəl. Allah sizə ömür versin, can sağlığı versin. Müəllim, buradan sizi sevən dostlarınıza, nəvələrinizə, övladlarınıza hansı sözlər deyərdiniz? Bax, bugünkü tarixdə, nə oldu? Dekabr 2025-ci tarixdə. Bu tarixdə hansı sözlər deyərdiniz? Məni sevənlərin hamısına arzu eləyərdim ki, onlar həyatın yollarını həmişə uğurla addımlasınlar. Həmişə belə gözəl soraqları gəlsin. Hörmətli olsunlar həmişə. Sağlam olsunlar. Çox gözəl. Biz də sizə uzun ömür, can sağlığı arzu edirik. Müəllimdən arzu edirəm ki, sizin 90 yaşınızda, 80 yaşınızda olsun, amma belə gözəl qalasınız, təravətli qalasınız. Biz də gələk sizin uğurlarınızı hər zaman çəkib işıqlandıraq. Çağdaş Təhsil Mətbuatı adından sizə uğurlu nailiyyətlər arzu edirik, can sağlığı arzu edirik. Çox sağ olun, xoş gəlmisiniz. Həmişə siz gələsiniz. Sağ olun. İşiniz uğurlu olsun. Çox sağ olun. Təşəkkürlər. Allah həyat yollarınızı həmişə açıq eləsin. Sağ olun.